günlər bazarlarda feyxua bolluğu müşahidə olunur. Həm dadı, həm də sağlamlığa təsiri ilə seçilən bu meyvə mövsümün ən çox satılan məhsullarından biridir. Bölgə TV sözü gedən meyvənin insan orqanizminə faydalarını araşdırıb. Mütəxəssislər bildirirlər ki, feyxua orqanizm üçün çox xeyirlidir. Onun tərkibindəki yüksək lif bağırsaqların fəaliyyətini tənzimləyir, həzm sistemini gücləndirir və qəbizliyin qarşısını alır. Kaliumla zəngin olduğu üçün qan təzyiqini normallaşdırır, ürək-damar sistemini qoruyur. Feyxua həmçinin güclü antioksidant hesab olunur. C və B qrupu vitaminləri sayəsində immuniteti möhkəmləndirir, sinir sistemini sakitləşdirir, dərinin və saçların sağlamlığına müsbət təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, feyxua yod baxımından da zəngindir və qalxanvari vəz funksiyasını dəstəkləyir. Bu səbəbdən xüsusən yod çatışmazlığından əziyyət çəkən şəxslərə bu meyvəni rasionlarına daxil etmək tövsiyə olunur. Lakin həkimlər xəbərdarlıq edirlər ki, şəkərli diabet və piyələnmədən əziyyət çəkən şəxslər feyxuanı çox yeməsinlər. Meyvənin tərkibində şəkər miqdarı nisbətən yüksək olduğundan artıq qəbul məsləhət görülmür. Tireoksifozu olan insanlar da diqqətli olmalıdırlar. Mütəxəssislər feyxuanı təzə halda həmçinin şirə və ya mürəbbə kimi istifadə etməyi tövsiyə edirlər. Onların fikrincə, bu meyvə payızın soyuq günlərində orqanizmi xəstəliklərdən qorumağın ən dadlı yollarından biridir. Hazırda paytaxt bazarlarında feyxuanın 1 kiloqramı orta hesabla 1.5-1.7 manat arasında dəyişir. Mövsümün əvvəlində qiymətlər bir qədər yüksək olsa da, məhsul bolluğu səbəbindən son günlər eniş müşahidə edilir. Abşeron rayonu Xırdalan bazarında əməkdaşlarımız feyxuanın qiymətləri ilə tanış oldular. Həmin görüntüləri təqdim edirik. Rəna Rövşən qızı, Fikrət Qədimli, BTV. Bəs deyə bilərsiniz, feyxuanın qiymətlərini siz nəyə görə qoyursunuz? Yəni özünüz qoyursunuz, yoxsa bazarda qiymət verərsiniz? Bazardan alır 80 qəpiyə 20 qəp qoyub veririk. Məsələn, ondan da alır 20-yə, 1.25-ə satırıq belə. 25 qəp, 30 qəp, 20 qəp kilolarda qoyub satırıq. Dolanmaq üçündür, pullamaq üçün yox. Bir də özünüzü təqdim edin, ad soyadınız nədir? Adı Aslanov Fazil. Aslanov Fazil? Bəli. Neçə ildir bu işlə məşğulsunuz? Haradasa 3 il. 3 ildir. Bəs danışa bilərsiniz feyxuadan? Yəni satış varmı? Qiymətləri necədir? Qiymətləri sərfəlidir, təzyiqin dərmanı, şəkərin dərmanı 1 manatdır. 1 manatdır qiymətlər. Bəli, bəli. Bəs bu qiyməti siz özünüz müəyyən edirsiniz, yoxsa bazarda ümumi qiymət bundan ibarət? Yox, özümüz eləyirik. Özünüz müəyyən Alış edirsiniz. qiymətindən tərazlaşdırıb satırıq. Bəs ziyanlarını bilirsiniz xeyirlərdən əlavə? Ziyanlarını bilmirəm, yox, xeyrimizdə bilirəm. Xeyirlər nələrdir? Xeyirləri şəkər dərmanı, təzyiq dərmanı. Bəs satış varmı hal-hazırda bazarda? Yəni Var, ne yox ki, yaxşı verilən var. meyvədir? Var, var.